Salam uşaqlar, necəsiniz? Oktay mənə yazmışdı. Mən də məcbur oldum sizə bir daha onu izah eləyim. Kimi yadından çıxıbsa, bizim qütb ulduzunu çəkmək, baxın, bu qütb ulduzunu mütləq çəkirsiniz. Və bizdə bu qütb ulduzu, baxın, 4 burada, 3 dənə də burada. Böyük ay bürcü, bir də kiçik ay bürcü. Galaktikadadılar bunlar. Və bu ulduz, kiçik ay bürcünün sonuncu, bax bu parlaq ulduzu yerin hansı qütbünə tuşlanıb, yer kürəsinin şimal qütbünə tuşlanıb. Ona görə də bu ulduza baxıb gecə vaxtı istiqaməti təyin edirik. Hansı tərəfi bizə göstərir? Şimalı. Və biz bir istiqaməti bilməklə bütün istiqamətləri təyin edə bilirik. Qütb ulduzu önümdədirsə, gedirəm şimala. Arxamda qalırsa, gedirəm cənuba. Sağımda qalarsa, gedirəm qərbə. Solumda qalarsa, gedirəm şərqə. Bunu azimut bucağı ilə demək lazımdır. Azimut bucağının tərifini uşaqlar öyrənin kitabda. Şimala olan istiqamətlə verilən istiqamət arasında qalan bucağa və 0-360 dərəcə arasında dəyişilən bucağa nə deyilir? Azimut bucağı. Əgər qütb ulduzu önümdədirsə, mən şimala gedirəmsə, azimutumda olacaq 0 və yaxud da 360. Mənim arxamda qalırsa qütb ulduzu, mən gedirəm hansı azimutla? 180 azimutuyla. Mənim sağımda qalırsa, mən gedirəm qərbə. Hansı azimutuna gedirəm? 270 azimutuna. Mənim solumda qalarsa, mən gedirəm şərqə. Gedirəm hansı azimutuna? 90 dərəcəlik azimutuna. Gözəl şagirdlərim. Diqqətli olun, bunları, bu istiqamətləri bilməlisiniz. Və mütləq istiqamətləri öyrənməlisiniz. Kimin çətinliyi varsa, yenə də uşaqlar açırsınız kitablarınızı, mən yenə onları sizdən bir daha soruşacağım. İstiqamətləri mütləq bilməlisiniz. Mütləq. Şimal istiqamət. Şimal istiqamət. Baxın uşaqlar, mütləq o istiqamətləri bilməsək, biz test tapşırıqlarını işləyə bilməyəcəyik. Baxın, belə. Deməli, şimala gedirəm, şimali şərqə gedirəm, cənubi şərqə gedirəm, deməli, cənubi qərbə gedirəm, cənuba gedirəm və istiqamətlər bu şəkildə, aydın şəkildə. Azimutla deyirik 0 azimutu, 45 azimutu, 135 azimutu, 225 azimutu və 180 azimutu. Azimut bucağının əksini tapmaq üçün, məsələn üçün 15 dərəcəlik azimutu tapmaq üçün 180-dan kiçik isə üstünə 180 gəlirəm. Tapıram bu azimutun əksini. Yox, əgər 215 isə 180-dan böyükdür. Deməli, mən bundan çıxmalıyam 180-dır. Onun əksini tapmış oluram. Baxın, kitabda yenə də oxuyun. Belə. Ondan sonra da azimut üzrə hərəkət, bax bu elə azimut üzrə hərəkətdir. Geri istiqaməti tapmaq. Deməli, mən qısa yolla belə getdim, axı uzun. İndi qısa yolla belə getməliyəm. Hansı azimutla gedib çatmalıyım ilk məntəqəmə? Şimali qərb. 315 gözəl uşaqlar. Mütləq bunu bu şəkildə öyrənin. Yaxşımı? Hələlik.